Bugün sizlərlə peeling nədir və üz dərisinə nə kimi faydaları var? Gəlin birlikdə onu öyrənək. İlk öncə onu qeyd etmək istəyirəm ki, peeling qurumuş və canlılığını itirmiş dərinin yenilənməsi deməkdir. Həssas və səpkili dərilər həftədə bir dəfə, yağlı dərilər isə həftədə 2 dəfə peeling üsulundan istifadə edə bilərlər. Peeling sayəsində poralar, yəni məsamələr təmizlənir, üz dərisi canlanır və parlaq görünməyə başlayır. Videoda istifadə etdiyim peeling Home bitkisəlin peelingidir. Hansı ki bu peelingi mən sevərək istifadə edirəm. Videoda da sizə daha ətraflı və yaxından fərqi göstərməyə çalışıram. Bu peeling dərini cızmadan çox gözəl bir şəkildə ölü hüceyrələrdən təmizləyir. Və ən əsas onu qeyd etmək istəyirəm ki, tərkibi təmizdir. Əgər tonal üzünüzdə çopur-çopur qalırsa, pul-pul dökülürsə, mütləq və mütləq peeling üsulundan istifadə edin. O zaman mənə təşəkkür edəcəksiniz. Sondakı nəticə göz önündədir. Dərim necə parlaq və pürüzsüz görünür. Mütləq Home bitkisəldən bu peelingi alın, istifadə edin. Fərqi görüb çox məmnun qalacaqsınız.